Çox fərqli, gilə meyvəli və çox dadlı bir kremlə pirog hazırladım. Evində nə hansı gilə meyvə var, ondan istifadə eləyə bilər. Mən smarodina istifadə elədim. Burada 250 qramdır. Qazana tökürəm. Suyunu da buraxıb 250 gilə meyvə, malina, şəkər 100 qram. Yenə də smarodina biraz turş olduğuna görə mən 100 qram əlavə edirəm şəkər. Kimin o gilə meyvə hansı ki şirin olsa, şəkərini azalda bilərsiniz. 100 qram su, bir armudu və qarğıdalı nişastasıdır. Burada 50 qram. Bunu indi pişiririk. Qaynamağa başlayanda uca bəs eləyir qaşıq. Bu şirniyyatımızın içliyidir. Qaynara düşəndə uca qatlaşacaq. Onda qazdan götürürəm. Qoyacam kənara, soyusun. Bunu hazırlayım. Keçim xəmirdə hazırlayım. Çox dadlı şirniyyatdır. Laşdı. Uca hazır oldu. Belə. Suza əlavə eləməyin. Yəni bu qədərə 250 qram eləyəcəksə bu tamdır. Bu söndü. Çox pişirmirəm. Meyvələr belə qəşəng qalsın. Svejin. Hazır oldu. Bunu qoyuram kənara. Soyusun. Bu soyusun. Keçirik xəmir eləməyə. Xəmirə lazım olan ingredientlər. 3 yumurta. Ancaq sarısı. Ağı yox. Şəkər. Tam resept. Videonun altında yazılı şəkildə paylaşacağım. 3 yumurta sarısı, şəkər. Burada həm vanilyadır, həm qabartmadır. Yağ, tereyağı və üzərinə 200 qram undur, ələnmiş. Ola bilsin yenə lazım olsun. Oca undan asılıdır. Oca yoğurduqca baxacağım. Bir də oldu tam 200 qramı tökəndə əlavə edəndə belə. Bir az. Burada 100 qram da tökmüşdüm ki birdən lazım olar. Amma hamısını tökmürəm. Belə birazını töküb oca əlimlə yoğuracağım. Məncə bəs eləyər. Keçirəm əlinə. Mili. Da un lazım olmadı. Belə o biraz unu tökmüşdüm. Xəmir yoğurub alındı. Belə. Qəşəng yağlı xəmirdir. Hazır oldu. Baxın belə bu şəkildə olmalıdır. Düşməməlidir. Hətta belə göstərəcəm bu şəkildə. Belə. İkisini də belə tuturam. Bunun üzərinə, yumurtanın ağın üzərinə həmin qatışdırdığım smetanla kraxmalı əlavə edirəm. Belə qaşıq-qaşıq tökürəm və qatışdırıram bir tərəfli. Belə. Bu oldu bizim şirniyyatımızın kremi. Özdə bunu çalışın ki belə qarışdırmayın da. Həmişə bizə. Bu da hazır oldu. İndi keçirəm. Hazır. Kimin qabı varsa diametri belə balaca 16-18 ondan istifadə edə bilərsiniz. Kim necə istəyir. Məndə diametri böyükdür. Əgər belə bir qabınız varsa həmin bunu foliqa və 2 qat elədim. Belə. Özümüz qab düzəldirik. Belə, qab hazır. Həmin xəmiri bunun içinə belə yayıram. Biraz əlimlə açam. Belə akuratla hər tərəfə eyni hündürlükdə elədim.
Xəmiri əlimlə yaydım, yaxşıca. Hazırladığımız bu gilə meyvədən cem deməyim, načinkadır, içlikdir. Ay, hələ tam soyumayıb. Rengi çox gözəldir, ətridir. Kim hansı gilə meyvədən istəsə, eləyə bilər. Gəldi kremə. Deməli, xəmir, arkasıca gilə meyvəli içlik, indi isə hazırladığım krem. Üzərinə hər xanım evində çalışır cürbəcür fərqli reseptlər hazırlasın, şirniyyatlar. Yəqin ki, şirniyyatı çoxları sevir. Amma bunu bir dəfə dadına baxsaq, mənə gəlir, çox sevəcəksiniz, tez-tez hazırlayacaqsınız. Bunu da belə bastırmırıq, asta-asta. Xəmirin üzərinə gilə meyvənin də üzərinə həmin hazırladığım kremi. İndi isə üstünə xəmiri rəndələyirəm. Soyuducuya qoymuşdum bəlkisi. Onu indi rəndələyirəm. Üzərinə. İndi də aparıram sobaya 180 dərəcədə 30-35 dəqiqə pişməyə. Hazır oldu. Belə içindəki yumuşaq qalıb. Soyudu. Soyandan sonra indi açacağım bunu. Qabından çıxartdım. İlk bunu sobadan çıxandan sonra dəmiri açıb çıxartmayın. Qoyun ev temperaturunda soyusun, özünə gəlsin, tutsun. Əsas da ki bu gilə meyvədən hazırlanan načinka. O özünü tutmalıdır. İsti olanda belə tökülür. Sonra istəsəniz soyuducuda saxlayın. 1-2 saatda soyuducuda. Yəni hepsi o hazır olur sonra. Qabdan rahat çıxır. Bu şəkildə alındı. Görkəmi də, dadı da çox belə iştahlı, iyilər, çox qəşəng ətri var, iyi var. Çox qəşəng ətri var, görünüşü də apetitlidir. Oy, iyilər qatışıb, ətirlər qatışıb bir-birinə çox ləzzətlidir. Böyle apetitli görsənir, dadına baxın. İçində də baxın necə akuratlıdır. 3 mərtəbədən ibarətdir. Rəngləri də gözəldir. O qədər dadlıdır. O qədər yağ kimi ağızda əriyir. Yəni çox sevəcəksiniz hazırlasınız. Bir dəfə hazırlasanız yenə hazırlayacaqsınız. Xəmiri də azdır. Yəni çox sevməyənlər üçün. Əsas bu ikisi qatışanda dadlar çox dadlı olur. Bu kremi ilk dəfə də hazırlayırdım. Çox sevdim. Cheesecake'lərə də qəşəng gedər. Çox ləzzətli alınır, çox dadlıdır, çox tutumludur. Həm də baxın belə görünüşü də çox gözəldir. Siz də hazırlayın, nuş olsun. Əgər mənim paylaşdığım reseptləri ilk görmək istəyirsənsə, onda abunə olun.